Sualdır ki, Quranı təfsir eləmək üçün ərəb dili bilmək vacib deyil. Şək yoxdur, qardaşım. Əgər bir insan Allahın kitabından danışırsa, Quran-Kərimdən, ən azı minimum deyirlər buna, ərəb dilini bilməsi vacibdir. Niyə? Çünki Quran hansı dildədir? Ərəb dilində nazil edib. Allah subhanahu wa ta'ala öz kitabını ərəb dilində nazil edib. Bir insan ki, ərəb dilini bilmir, onun Qurandan danışması, təfsir etməsi, izah etməsi, bəyan etməsi insanlara haramdır. Olmaz. Bu Quranın elmləri var. Ulumul Quran. Çoxdur. Nə qədər? 50-dən çox, 60-dan çox. İmam Suyuti rahimehullah öz bu barədə alimlər kitablar yazıblar. Bir çox alimlər. Ulumul Quran var. Qiraət elmi var. Nasx mənsux elmi var. İcazul Quran var. Nuzul, əsbəb-ün nuzul, Quranın nazil olma, ayələrin nazil olma səbəbləri. Bu xüsusi bir elmdir. Mütəşabih, möhkəm ayələr var. O barədə olan elm. Bu böyük bir elmdir. İnsan var təfsir elmi, düzdür. Quran elmləri çoxdur, olduqca çoxdur. İnsan Allahın kitabından danışması üçün bu elmlərə baş vurmalıdır. Xəbəri olmalıdır ki, Allahın kitabından söhbət eləsin. Hələ biz bu elmləri deyirik. Ərəb dilini bilməyən adam, ən dəhşətlisi, Quranı üzündən oxuya bilməyən adam, ərəb dili yox, Quranı üzündən oxuya bilməyən adamlar indi Allahın kitabından danışır. Halbuki İmam Şəbi rahimehullah tabinlərdən olub, deyir ki, inkar edirdi. Kim ki hafiz deyil, Quranı təfsir edə bilməz. Təsəvvür edirsiniz, məsələ necə ciddidir. Sən Quran, Allahın kitabını əzbərləməlisən hamısını, hafiz olmalısan. Sonra təfsir edə bilərsən. Yəni, danışa bilərsən təfsirindən. İnkar edirdi kim ki hafiz deyil danışanlara. Amma indi məsələn insanlar var ki, onlar ümumiyyətlə üzündən Quran oxuya bilmir. Məsələn, Elşad Miri, misal, Elşad Miri Allahın kitabından ağız dolusu danışır. Elə bil ki, Quran buna nazil olub. Elə rahat danışır. Elə cürətlə danışır. Yəni, mən bunu kimdənsə eşitməmişəm. Hamımız şahid oluruq. Allah belə dedi. Allah burada bunu demək istəyir. Təsəvvür edirsiniz. Allahın muradı budur. Allah buna görə indirib. Allah bunu qadağan edib. Allah bunu deməyib. Allah bunu istəmir. Allah bunu istəyir. Bu, Allah barəsində cürət edib danışmaqdır. Kim? Quranı üzündən oxuya bilməyən adam. Vallahi. Ya mollalar kim oxuyur? Necə molla Quran oxumur? Qəbristanlıqda. Ya da elə bir formada Quran-Kərim oxuyur ki, müsəlmanları güldürür. Vallahi, balaca uşaq 7-8 yaşında. Quran oxuyur, ondan gözəl oxuyur, ondan düzgün oxuyur. Elşad Mirinin dili, danışığı, sözü Qurana yatmır, keçmir, düzgün oxuya bilmir. Oxuyur, güldürür müsəlmanları. Və belə bir adamın, ərəb dili bilməyən adamın, ola bilər insan ideal etsin, mən ərəb dili falan, universitet, institut, nə bilim, bakalavr deyirlər, mən belə şeylər almışam, belə diplomlu. Qardaşım, maşallah. Reallıq nədir? Həqiqət, fakt deyirlər buna. Sən Quran üzündən oxuya bilmirsən. Reallıq budur. Məsələn, mən deyirəm ki, mənim diplomum var Quran sahəsində, ərəb dili sahəsində filan. Evdə yığılıb, hamısı qalıb. Deyirəm, qardaşım, maşallah, götür Quran üzündən oxu. Oxuyuram bir abırsılıq. O diplomlar nəyə xidmət elədi? Nəyə fayda verdi? Elşad Miri uzağa getmək lazım deyil ki, Quran oxusun, baxaq, görə necə Quran oxuyub. Bir neçə dəfə cürət edib oxuyub ərəb dilində, güldürüb özünü. Hər dəfə oxuduqca, hər dəfə güldürür özünü. Axır vaxtlar nə edir? Ərəb dilində oxumur ki, səhifimi tutacaqlar. Bir adam ki, Quran-Kərimi üzündən oxuya bilmir, ərəb dilini bilmir, belə bir insanın Allahın kitabından çıxıb danışması həqiqətən
həlak olmaq, məhrum olmaq. Özü də mən sizə bir şey deyim. Elşad Mirinin tutduğu yolun batil olmasına bəs edir ki, insan Elşad Mirinin tutduğu yolun batil olmasına, azğın olmasında bəs edir ki, bütün müsəlmanların ittifaqına müxalif olur. Bəs edir bu. Yəni, 14 əsrdir müsəlmanlar bu Quran-ı Kərimi əməl edir. Ərəb dilində nazil olub, alimdilər, imamdılar, mütəxəssisdilər sahədə, təfsir ediblər, ta səhabələr, tabinlər, ətbəy tabinlər, ondan sonra gələn böyük imamlar Quran-ı Kərimi təfsir ediblər, düzdür? Bütün müsəlmanlar 14 əsrdir Quran-ı Kərimə tabi olur. Və indi bir nəfər çıxıb, Elşad adında, deyir ki, sən demə, bütün müsəlmanlar 1400 ildir səhv yolla gedirlər. Onlar bunu etməməlidirlər, bunu edirlər, bu düzgün deyil, bunu etmirlər, bunu etməlidirlər. Yəni, Allahın kitabı möhtacdır bu insana, bu insanın təfsirinə, bu insanın bəyanına, bu insanın izahına, bu insanın təbliğinə. Bəs edir ki, insan azğındır, insan zəlalətdədir. Ola bilməz ki, 1400 il müsəlmanlar qafil qalsınlar, 1400 il müsəlman hansı bir hökmdən, əhkamdan, məsələdən, əməldən qafil qalsın, Elşad Miri bu əsrdə çıxıb tənbih etsin. Bu ola bilməz. Bu, sadəcə və sadəcə ağıllı insanları güldürür. Bu, tək şəriət məsələsində, Quran məsələsində deyil. Məsələn, mən sizə bir şey deyim. Bir insan başqa bir sahədə, dünyavi sahədə, hər hansı bir məsələdə, nə istəyirsə misal çək. Bütün illər boyu ittifaq olunan məsələdə gəlir, bir insan çıxır, onun əksini deyir. O özünü güldürür, yoxsa yox? Güldürər özünü. Məsələn, mən sizə bir misal deyim. Bizim dahi şairlərimiz olub. Məsələn, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Seyid Əzim. Çoxdur şairlərimiz, düzdəxi. Bunlar şeirlər yazıblar, qəzəllər yazıblar. Qəzəliyyat bir elmdir. Orada, məsələn, sən bilirsən, vəzinlər var, feillər var, bəhirlər var, qafiyələr var, rədiflər var. Bir ölçülər var, düzdür, nizamdır, bir elmdir. Buna deyirlər əruz elmi. Bunun üzərində o şairlər kitab yazıblar, şeirlər, qəzəllər yazıblar. Və indi biri çıxıb, deyir ki, Məhəmməd Füzuli burada düz yazmayıb, bəhərə düşməyib, hecanı sındırır, əruzda səhv tapır. Kim? Ümumiyyətlə şeirliyyatla aidiyyəti olmayan bir adam. O özünü güldürər, yoxsa yox? O özünü güldürər, deyər, qardaşım, bu illərdir bu şairlər, bu böyük insanlar bu işlə məşğul olub. Sən gəlib bunda deyirsən, bunlar səhv eləyiblər, haqq hesabət eləməyiblər, özünün nə bu şeylərdə xəbəri yoxdur, amma iddia edir. Hər sahələrdə, həkimlik olsun, dünya sahələri, dünyavi elmlər olsun, bir insan bilmədiyi şey barəsində danışanda yalnız özünü güldürür. Hər bir halda biz deyirik ki, Allahın kitabını təfsir etmək üçün minimum, yəni təfsir etmək deyəndə danışmaq üçün, kiməsə izah etmək üçün, bəyan etmək üçün insan ərəb dilini bilməsi vacibdir. Ərəb dilini bilməsi vacibdir. Əks halda öz ağlından Allahın kitabını izah edib, bəyan edə bilməz. Belə.